Dünyada piyələnmə riskini müəyyən edən yeni sirlər. Yeni geniş miqyaslı genetik tədqiqat piyələnmə xəstəliyinin genetik əsaslarının fərqli xalqlarda niyə müxtəlif olduğunu aydınlaşdırıb. Pensilvaniya Dövlət Universitetinin alimləri tərəfindən Nature Communications jurnalında dərc olunan araşdırma 839 mindən çox fərqli yetkinin məlumatlarını təhlil edib. 6 qitədən olan qrupun genetik məlumatları əsasında piyələnmə ilə əlaqəli 13 gen müəyyənləşdirilib. Tədqiqatçılar qeyd edib ki, aparılan genetik işlər əsasən Avropa mənşəli iştirakçılar üzərində aparıldığı üçün digər xalqların genetik xüsusiyyətləri nəzərdən qaçıb. Alimlər Britaniya Biobankı və Amerika Birləşmiş Ştatlarının Olaf As proqramının məlumatlarını birləşdirərək nadir, lakin xəstəliyə böyük təsir edən genetik variantları araşdırıb. Bu yanaşma nəticəsində 5 yeni piyələnmə geni əlaqələndirilib. Onlardan 4-ü bədən kütlə indeksini və ağır piyələnmə riskini 2 dəfəyədək artırır. Bu genlərdən çoxu beyin və piy toxumasında aktivdir və orqanizmdə yağ yığılması ilə əlaqəlidir. Araşdırma Amerika Birləşmiş Ştatlarının Milli Səhiyyə İnstitutları və Pensilvaniya Dövlət Universitetinin elmi mərkəzləri tərəfindən maliyyələşdirilib.